Din deyəndə ancaq namaz qılmaq, din deyəndə ancaq kiminsə qeybətini etmək, din deyəndə ancaq kiminsə başını örtməsi, saqqal saxlaması və ya saxlamaması və s. kimi məsələlər gəlir insanların ağıllarına. Və son illərdə də özünü İslama nisbət edən bəzi nadan insanların dırnaq arası xidmətləri sayəsində İslam deyəndə insanların hamısının ağılına verirlər. Bu da İslam dininin, din anlayışının, dinin ucuzlaşdırılmasına cəhd göstərilməsinin ən birinci nəticələrindəndir, qeyd etdiyim kimi. Bunlar dini ucuzlaşdırmaq üçün, əllərindən gələni etmək üçün səy göstərməkdədirlər ta o vaxtdan, ta bu günümüzə, bu anımıza qədər.